Son günlər təhsil gündəmində Kamran Əsədovla bağlı baş verən hadisələr cəmiyyətdə ciddi müzakirəyə səbəb olub. Siz uzun illər ali təhsil sistemini rəhbərlik etmiş şəxs kimi bu cür halları necə qiymətləndirirsiniz? Mən eşitmişəm. Siz yəqin o tələbə qəbul komissiyasının köməklik göstərir. Artıq hüquq mühafizə orqanları bununla məncə məşğul olur. Mən o prosesin içinə getmək istəmirəm, ona görə ki, detalları bilmirəm. Ancaq təbii cinayət məsuliyyəti varsa orada deməli araşdırılacaq bizim hüquq mühafizə orqanları tərəfindən. Elmə, təhsilə, biliyə, savada bax bu cür üsullarla gəlmək özü bir cinayətdir. Özü bir cinayət. Yəni deməli öncədən siz elm üçün yox, təhsil üçün yox, inkişaf üçün yox, diplom hansısa başqa məsələlər üçün gəlirsiniz. Siz qeyd etdiniz diplom üçün. Bu da bizim problemlərimizdən biridir axı. Bəli. Uşaq ali məktəbə daxil olanda toy bayram edirik. Onu bitirəndə yox. O qonaqlıq, o toy bayram ali məktəbi bitirəndə verilməlidir.